Xüsusi təyinatlı qüvvələr, qısa adı ilə XTQ, düşmənin adından qorxa-qorxa bəhs elədiyi, kiçik-kiçik qruplarla çox sayda düşmənin arasına sızıb, daxil olub, çoxlu sayda düşməni məhv eləyən, tapşırığı icra elədikdən sonra həmin əraziyə bayrağımızı sancan həmən igidlər. Bugünkü qonağımız da və xüsusi qonağımız da məhz xüsusi təyinatlı qüvvələrin mənsubudur. Xoş gördük Turqay bəy. Xoş gördük, təşəkkür edirəm. Siz ehtiyatlı olan kapitansınız və vətən müharibəsi iştirakçısınız. Eyni zamanda bildiyim qədər qazisiz. Elədir ki var, elədir ki var. Gəlin sizin döyüş yolunuza nəzər salaq. Müharibə sizin gözünüzdən. Bir xüsusi təyinatlı üçün müharibə nə deməkdir? Bir xüsusi təyinatlı üçün müharibə sizin öyrəndiklərinizin praktiki göstərişidir artıq və artıq siz etdiyiniz əməliyyatları, işləri artıq izah etmirsiniz, praktikandan göstərmiş olursunuz. Və mən özüm 2016-cı ildə xüsusi təyinatlı qüvvələrə qatılmışam. Ali hərbi məktəb təhsilim də bu ixtisas üzrə olubdur. Aprel döyüşlərinə qatıla bilmədim, ehtiyatlar gözləmədə olduğum üçün çünki yeni qatılmışdım. Amma ondan sonraki 44 günlük vətən müharibəsi və bildiyiniz digər əməliyyatlar, antiterror daxil olmaqla, bu əməliyyatların hər birində fiziki olaraq iştirak etmişəm, bölməmlə birlikdə. Və onu qeyd edə bilərəm ki, bizim illərlə hazırlaşdığımız, çalışdığımız məhz elə bu müharibə idi. Çünki hərbidə belə bir anlayış var, siz 40 il hazırlaşarsınız, bir gün döyüşərsiniz. Amma o bir gün hansı gündür siz bilə bilmərsiniz. Onun üçün siz hər zaman hazır olmalısınız. Və bizim üçün də bu o gün idi və artıq sözün bitdiyi yer həmin gün idi və bunun cavabı misli ilə verilməli idi. Və onu da qeyd etmək istəyirəm ki, Azərbaycan ordusu bir sıra ordulardan fərqli olaraq cavabını döyüş meydanında verdi. Yəni mülki əhaliyə qarşı hər hansı silah tətbiq edilmədi və tam şəkildə hərbi birləşmələrlə döyüşüldü və bildiyiniz kimi bizim bəzi yaşayış məntəqələrinə düşmən zərbələr endirirdi. Hansı ki o ərazilərdə hərbi infrastruktur yox idi ümumiyyətlə. Bu onların bir növ acizliyin göstəricisi idi və əlbəttə biz bunun cavabını döyüş meydanında misli ilə onlara qaytarırdıq. Bir şey nəinki mənə, yəqin ki izləyicilərimizə də maraqlıdır və bu məqamları gördükcə həm fərəhlənirik, amma başa düşürük müəyyən qədər hərbi sir amili rol oynayır. Müəyyən qədər danışa biləcəyiniz qədər bilmək istəyərdik. Biz dəfələrlə müharibədə belə məlumatlar ən azından sosial şəbəkə platformalarından və etibarlı mənbələrdən sızırdı ki, məsələn, kiçik-kiçik qruplarla, 14 nəfərlə bir taborun içinə daxil olan qruplarımız var idi xüsusi təyinatlı qüvvələrdə. Şuşa-Laçın istiqamətində çox kiçik bir qrupla düşmənin 110-dan çox canlı qüvvəsini məhv eləyən bölmələrimiz var idi. Bu nə hazırlıqdır, bu nə deməkdir və bu ruh sizdə ümumiyyətlə hardan gəlir? Ümumiyyətlə, xüsusi təyinatlı qüvvələrin digər bir adı da diversiya təxribat qüvvələridir. Biz ümumiyyətlə diversiya təxribat qüvvələri olaraq düşmən üçün əsasən həssas nöqtələrə zərbə endiririk. Hansı ki, o həssas nöqtələri düşmənin ordusunu ümumilikdə sarsıda bilir. Əsasən xüsusi təyinatlı qüvvələr Azərbaycan ordusunun hərəkəti üçün zəmin yaratmalı idi və bunu da döyüş meydanında layiqincə göstərə bilirdi. Bizim fəaliyyətimiz onlardan ibarətdir ki, düşmənin həm təminatını dayandırmaq, ön cəbhədə döyüş aparan bölmələrin arxa tərəfdən gələn dəstəyini dayandırmaq idi ki, hansı ki, o da onların ümidsizliyə düçar olmasına səbəb olurdu. Hətta mən bir erməni əsgərinin reportajında görmüşəm, o etiraf edir ki, orada biz fəaliyyət zamanı döyüş aparırdıq. Hansı ki, eşidirdik ki, rabitədə hər hansı bizim təminat maşınımız pusuya düşülübdür. Bizə labüd qalır ki, bəs biz yəni qarşımıza düşmən, amma daxilimizdə də bizə zərbə vurur. Ümumiyyətlə, xüsusi təyinatlı qüvvələrin prinsipi odur ki, düşmənin dərinliyində fəaliyyət göstərməlidir. Ön xətt boyunca başqa bölmələr döyüş aparır və təbii ki, biz bu fəaliyyətlərdə də iştirak etmişik. Müəyyən səbəblər var idi təbii ki. Çünki adətən qarşınızdakı qüvvələr sizin qüvvələrin eynisi, yəni ekvivalenti olmalıdır ki, layiqincə nəticə əldə oluna bilsin. Biz düşmən dərində bir sıra istiqamətlərdə müəyyən yolların bağlanması, müəyyən
hədəflərin lokallaşdırılması işini də eyni zamanda gördük. Təbii ki, bunun məxfi səbəbindən detallarını açıqlaya bilməyəcəyik və hal-hazırda xidmətdə olan bir sıra qəhrəmanlar da var ki, onlar da bu fəaliyyətlərdə iştirak ediblər və hal-hazırda xidmətlərini davam edirlər. Bu əməliyyatlar düşmənin çox üst səlahiyyətli rəhbərlərinə qarşı belə görülmüş tədbirləri əhatə eləyir. Amma qeyd etdiyim kimi təfərrüatlarını danışa bilməyəcəm. Təəssüf. Ümid edirəm ki, biz yetərincə nəticəyə nail olmuşuq və bunu hətta düşmən etiraflarını da siz görə bilərsiniz. Bir sıra təbii ki, mediada bəziləri görünsə də bir qismi görünməyibdir. Onlar öz eyblərini təbii göstərmək istəməyəcəkdir. Amma onların döyüş meydanında necə fəaliyyət göstərdiklərini biz çox yaxşı bilirik və hətta bəzi proseslərdə biz onlarla rastlaşmışıq, başqa situasiyalarda. Onlar bizə bu halları bizə etiraf ediblər. Hətta düşmən olsaq belə, onlar siz tərəfin qəhrəmanlıq göstərdiyini bizə qeyd ediblər. Belə hallarla da biz rastlaşmışıq. Ən yadda qalan həmin hallardan biri hansıdır? Müəyyən bir istiqamət var. Orada döyüş zamanı bizim bölmələrimiz çox böyük təşəbbüs göstərirlər. Yüksək peşəkarlıqla tez bir zamanda nəticə nail olmuşlar. Və müəyyən proseslər zamanı biz onlardan danışıqlar apararkən o istiqamətdə olan rəhbər şəxs bizə etiraf etdi ki, sizdə o istiqamətdə hücum edən bölmənin komandiri həqiqətən də çox peşəkardır, çox təcrübəlidir. Bizim sizin haqqınızda düşüncəmiz tam da elə deyildi. Əslində mən bunu normal qəbul edirəm, çünki hətta Şuşa döyüşlərində də, baxmayaraq ki, mən orada iştirak edə bilmədim yaralanmam səbəbilə, Şuşa döyüşlərində belə onların mülki əhalisi inanmır ki, Azərbaycan ordusu ora artıq çata biləcəkdir. Çünki onlar öz xalqlarını bir növ manipulyasiya etmişlər, həqiqətləri gizlədirlər. Amma həqiqətləri gizlətmək onlar üçün məncə heç də yaxşı nəticə vermədi. Çünki onlar daha da çox zərər verirlər gizlətdiklərinə görə və öz xalqları bir növ qaldı mühasirədə. Bilirsiniz, Xankəndində onlar artıq mühasirədə qalmışdı. Çıxa bilmirdilər. Bəli. Kapitulyasiya aktından sonra onlara təbii ki, güzəşt edildi və təbii ki, Azərbaycan ordusu mülki şəxslərə qarşı hər hansı silahlı tədbir icra etmir. Humanist davrandır. Bəli, yəni bu mən sizə qeyd edeyim ki, məsələnin bir hüquqi aspekti var, bir də bizim illərdir içimizdə olan bir qisas hissi var. Biz təbii ki, bəzən düşünürsünüz ki, yəni biz də onlara qarşı bizim xalqımıza etdikləri cinayətləri bəlkə belə deyim, müəyyən hisslərə qapılıb bəlkə edə biləcəyimizi bəlkə düşünərsiniz. Amma sizə qeyd edeyim ki, bizim elə məhz fərqimiz ondan ibarət edir ki, mən bunu rahat şəkildə deyə bilərəm ki, bizim ordumuz sülh əsgəridir. Yəni, məqsədimiz sülhü bərqərar etmək üçün silah əlatmaqdır. Yəni, bunu mən düşünmürəm ki, hər bir ordunun əsgəri belə düşünür. Amma bizim hər zaman məqsədimiz öz ərazi bütövlüyümüzü bərpa etmək və bir növ bizim kimliyimizi göstərməkdir. Və biz onlardan fərqli olaraq düşünürəm ki, yetərincə böyüklük nümayiş etdirdik və onların mülki şəxslərinə qarşı hər hansı istər cinayət əməli olsun, istər digər təhqir edici müəyyən davranışları qəti şəkildə və eyni zamanda bizim rəhbərlik tərəfindən də bu barədə xüsusi göstərişlər olunubdur və ümumiyyətlə belə bir hal şükürlər olsun ki, olmadı və ola da bilməzdi. Çünki bizim davamız silahlı şəxslərlə idi. Silahlı şəxsə qarşı silahlı davranış hər halda uyğun deyil. Bəli. Və bir məqamı xatırlatmaq istəyirəm. Müharibə vaxtı biz Hadrutda olanda təqribən noyabrın 1-i ya 2-si olardı, tam dəqiq xatırlamıram. Orada divarda belə bir yazı gördük və xüsusi təyinatlı qüvvələrin hərbi hissəsinin nömrəsini yazmışlar. İndi efirdən deyə bilmirik, amma kənarda bir çox şəxslər bunu dildə hallandırır, təbii ki, xoş mənada. Belə bir Azərbaycanca bir söz yazılmışdı və XTG-nin hərbi hissəsinin nömrəsini altdan qeyd eləmişlər ki, bunu yazan bizi. Bəlkə bu gecə, bəlkə başqa gecə, amma bir gecə mütləq gələrik. Çox maraqlı bir slogan idi və orada hərbiçilərimizdən soruşanda ki, bunu kim yazıb, deyir, altından görmürsünüz. Hansı hərbi hissənin nömrəsini yazıblar, həmin uşaqlar yazıb. Yəni, o qədər bir qələbə sevinci var idi bizim xüsusi təyinatlılarımızda. Qrupunuzla düşdüyünüz ən çətin an, ən çətin vəziyyət hansı idi ki, müharibədə dediniz ki, bu sondur, artıq buradan çıxış yoxdur?
Əslində o hissi mən Cəbrayılın müdafiəsi zamanı yaşamışam öz bölməmlə birlikdə. Bizim bölməmiz bir sıra əməliyyatlarda iştirak etmiş və yenidən bərpa olunmamışdı, istər sursat, istər digər amillər baxımından. Düşmən bizə əks həmlə keçdi. Hesab edirəm ki, orada baş verən qoşun toqquşması idi. Çünki düşmən bütün qüvvəsini cəmləşdirib o istiqamətdə hücuma keçirdi. Hansı ki, ondan bir yoxsa 2 gün əvvəl cənab prezidentimiz Cəbrayılın azad olunmasını artıq elan eləmişdi. Biz artıq Cəbrayılı müdafiə edirdik, yəni Cəbrayılda yerləşmişdik. Və onlar böyük bir qüvvə ilə əks həmlə əməliyyatına başladılar. Cəbrayılı azad eləmək istəyir. Öz aləmlərində də belə deyək, azad eləmək istəyirlər. Geri qaytarmaq üçün. Bəli. Təbii ki, o vaxtda siz də bilirsiniz, qarşı tərəfdən müəyyən hərbi jurnalistlər var idi ki, təbii ki, mən hərbi jurnalist adlandırmaram. Çünki bəzi faktları yalan olaraq göstərməyə çalışırdı. Var, Gonzo layihəsi var idi. Bəli. Və Cəbrayılda artıq onların hücuma keçməsi bir növ bizim üçün qəbul edilməz idi, xüsusən nəyə görə? Ölkə başçısının sanki ifadəsini yalana çıxarmağa çalışırlar, mən elə düşünürəm. Və bu, onlar üçün böyük fürsət olacaqdı. Bəli, hərbi taktika baxımından müəyyən sahələrdə geri çəkilmə əməliyyatları icra oluna bilər. Amma mən sizə onu qeyd edirəm ki, xüsusən silahlı qüvvələrdə həqiqi mənada elə bir anlayış yoxdur. Yəni, geri çəkilmə anlayışı heç bir halda ola bilməz. Geri çəkilmə söhbəti ola bilməz, heç bir əməliyyatda. Bizim orada hardasa 40-ın üstündə az bir heyətimiz var idi. Cəbrayıl artıq mühasirə düşmüşdü həmin vaxt. Onlar tanklarla hücuma keçmişdi və üzərimizdə ağır artilleriya baskısı var idi. Və gördüyüm qədərindən 200-dən çox qüvvə hücuma keçmişdi. Hətta bəzi digər bölmələrimiz düşmən içərisində belə qalmışdı, elə bir situasiya yaranmışdı. Biz bu vaxtı bir növ ümidsizlik yaranmışdı hansı mövzuda, artıq bu son idi. Çünki biz mühasirə düşmüşdük və elmi olaraq belə bir uğur məncə mümkünsüz idi. Çünki o qədər qüvvəyə qarşı əlimizdə hətta yetərli sursat olmadan... Yəni də 200 nəfər canlı qüvvə, tanklar, ağır artilleriya işləyir, müxtəlif çaplı. Bəzi situasiyalarda bəzi yoldaşlarımız intihar etməsini belə düşünürdü ki, biz əsir düşə bilmərik. Yəni, bunu siz də bilirsiniz ki, ümumiyyətlə xüsusən qüvvələrin hər hansı fərdi bu günə qədər heç bir halda əsir düşməyib. İndiyənə qədər belə hal oldu? Xeyr, tarixdə, ümumiyyətlə Azərbaycan tarixində xüsusən qüvvələr mənsubunun hansısa sahədə əsir düşməsi faktı yoxdur, ola da bilməz. Çünki bizim illərlə gördüyümüz təlimlər və s. sonuncu güllərin özdə saxlama anlayışı idi. Psixoloji olaraq hazır idi. Bəli, bu mümkün deyildi. Və biz o halda artıq düşündük ki, ən azından son döyüşümüzü eləyib şəhid olarıq. Və onu da sizə qeyd edeyim ki, biz döyüş zamanı mənəvi hissimiz daha üstün idi. Birinci, haqlı olaraq qisas hüququmuz var idi. İkincisi isə biz öz torpağımızdaydıq. Yəni, biz hansısa ölkənin ərazisini işğal etmirdik. Bu bizim öz torpağımız idi. Və mən öz hissimi orada sizə qeyd edeyim ki, biz hər irəlilədikcə, sanki torpaq, hava bizə özü xoş gəldin deyir. Salamlayırdı. Yəni, mən bunu tam səmiyyətimlə deyirəm. Biz bunu hiss edə bilirdik. Yəni, torpaq, yer göy səni çox xoş qarşılayırdı. Və siz hətta baxsanız, həmin tarixlərdə hətta hava şəraiti belə münbit idi. Uyğun idi. Bizim lehimizə idi. Hətta biz Kəlbəcərdə əməliyyat apararkən, o hava şəraiti həmin sentyabr ayında, yəni bugünkü gün postda duran əsgərin geyimini nəzərə alsanız, yəni normalda o yüksəklikdə, o havada insan donub ölməlidir. Amma biz orada sağ qala bildik. Düzdür, bədənimizin müəyyən yerlərində donuq halları var idi, amma don vurma var idi. Bəli, biz təbii ki, fəaliyyəti davam etdirdik. Deməyə çalışdığım odur ki, artıq təbiət də bizdən idi. Yəni, haqq tam şəkildə bizdən idi. Və həmin o Cəbrayılda baş verən mühasirədə bizim tabur komandirimizin göstərişi ilə müəyyən bir həddə sərt şəkildə artıq mövqələndik. Artıq bu bizim son döyüşümüz idi. Amma qalib olmaq kimi bir düşüncəmiz artıq qalmamışdı. Çünki bu elmi olaraq mümkün deyildi. Onların qüvvəsi həddən artıq çox idi həmin istiqamətdə. Neçə tabordan gəlmişlər? Mən təxminimcə belə deyim, 200-dən çox bir heyət idi və 4 tank öndə hücuma keçmişdi.
4 tank isə müdafiədən atəş açırdı. Müşahidə imkanlarıma görə bunlar qeyd edirəm, çox da ola bilərdi. Və artilleriya yüksək səviyyədə bizi susdururdu, yəni bizi baskı altında saxlaya bilirdi. Və artıq Cəbrayılın o hərbi hissəsinə, hansı ki, bugün Dövlət Sərhəd Xidmətindədir, Cənab Prezidentimiz orada Kadırda və Harovla bir yerdə, həmin hərbisi artıq ermənilər təzədən daxil ola bilmişdi və biz artıq Cəbrayılın içində döyüş aparırdıq və anidən möcüzəvi bir şey baş verdi, yəni gözləmədiyimiz bir hal idi. Öndə olan 4 tank ardıcıllıqla Spike raketi ilə vuruldu. İlkin olaraq biz də bilmirdik nə baş verir. Tank əleyhinə Bəli, tank əleyhinə idarə olunan raket yüksək dəqiqlik silah hesab olunur. Və orada mən qeyd edim ki, o şəxslərin adını bilməsəm də onlar bir qəhrəmandır mənim üçün. Bir müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu və bir zabit vurulmuş səndiqat texnikasından, hansı ki, onların silahları işləyə vəziyyətdə idi, amma texnika yararsız hala düşmüşdü. Texnika özü hərəkət edə bilmirdi, amma silahları atəş aça biləcək qabiliyyətdə idi. Və o raketlər sayəsində tanklar vurulur və biz adətən keçmiş kadrlarda baxmışıq, tankların vurulması necə baş verir. Bizim müəyyən simulyasiya təlimlərimiz də var, amma mən heç bir halda tankın elənçi dağılmasını görməmişdim. Tank tam şəkildə məhv olurdu, ümumiyyətlə tikələri belə bir yerdə qalmırdı. Və 4 tank məhv ediləndən sonra artıq düşmən əsgərləri bir növ şokdaydı. Panika yarandı. Yəni, inanın, ayaqüstü durub belə baxırdılar, yəni nə baş verdiyini başa düşə bilmirdilər. Və bu vaxt aramızdakı məsafə 150-200 metr aralığındaydı, hətta daha da yaxın ola bilərdi. Və biz bu an hücuma keçməyə başladıq və bizim 2 tankımız, ehtiyatda olan 2 tank var idi, onlar hücuma keçdi və onlar ilsaplı pulemyotlardan və toplardan atəş açmağa başladı kütləyə qarşı. Çünki hədəf artıq açıqdaydı. Canlı qüvvə idi, Canlı qüvvə tam açıq şəkildə hücuma keçmişdi. Artıq o xəttə açılmışlar. Prosta ərazi relyefinə görə artıq çox dağılışmışlar. Yəni ərazidə açıq görünürdülər. Və irsaflı pulemyotların atəşi düşməni, belə deyim, bəzən adamın ortadan 2 bölündüyünü, başının qopduğunu bunlar artıq görə bilirdik. Və bir növ bizdə ruh yüksəkliyi artmağa başladı. Onu sizə qeyd edeyim ki, müəyyən fürsətlər var ki, o fürsətləri siz əldə edə bilsəniz qalib olacaqsınız. Anı dəyərləndirmək lazımdır. Bu anı mütləq. Yəni bu ringdəki döyüşdə də belədir. İstər həyatda olsun, istər fürsət döyüşdə. məsələsidir sadəcə. O fürsəti siz düzgün qiymətləndirməlisiniz. Yəni adətən bizim fəaliyyətlərin ilkin həmləsində şok atəşi anlayışı var. 2 tərəfli atəş. Buradakı məqsəd düşmənin panikaya salmaqdır, düşünməsinin qarşısını almaqdır. Qərar verə bilməsinlər. Bəli, məqsədimiz odur ki, o xofu yaşasın, qərar verəməsin. Və bu prosesdə biz artıq məqsədlərimizə nail olaq. O halda biz hücuma keçdik, təkbir nidaları ilə və düşmən o böyüklükdə şəxsi heyət artıq qaçmağa başlayırdı. 200 nəfər, 40 nəfər döyüşçünün qarşısına qaçdı. Bəli. Artıq onlar qaçmağa başladı və bir növ geriyə baxmırlar. Öz yaralıları belə qalmışdı. Nəsə onları belə götürmürdülər. Biz yenidən öz xəttimizə qayıda bildik. Cəbrayıl tam şəkildə təmiz oldu artıq və ondan sonra bizim qoşunlarımız dəstəyə gəldi və sair digər lazımi tədbirlər görüldü. Yəni bu bizim üçün həqiqi mənada çox son və çətin döyüş idi bizim bölməmiz üçün, qeyd etdiyim say tərkibi ilə. Və oradan 22 nəfər sağ qaldı, digər heyətimiz yaralı və şəhid oldu. Neçə nəfər şəhid oldu? Hardasa 42 nəfər idi, 42-43 nəfər bir heyət idik. Bizim 22 nəfərimiz o fəaliyyətdən sonra sağ idi və fəaliyyət icra edə bilirdi. Digər heyətimizi biz müəyyən istiqamətlərdə təxliyə etdik. Ağır olanlara özümüz ilkin tibbi yardım göstərdik və axşam saatlarında qoşunlarımız bizə dəstəyə gəldi və lazımıca həm təxliyə, həm də digər təminat işləri görüldü. Və bu bizim üçün çox qürur verici idi ki, minimum itki ilə maksimum nəticə əldə elədik. Və həm də Cəbrayıl elə bir ərazidir ki, Cəbrayılın yenidən əldən çıxması bizim üçün, qoşunlarımız üçün qat-qat itkilərlə qarşılana bilərdi və bir növ eyni zamanda orduda ümidsizlik baş verə bilərdi. Yəni
kiçik bölmələr arasında. Mənəvi psixoloji vəziyyətə çox pis təsir edəcəkdir. Bəli. Və şükürlər olsun ki, Allaha biz orada məqsədimizə tam nail ola bildik və ondan sonraki müəyyən istiqamətlərdə uğurlu əməliyyatlar icra olundu və növbəti Hadrut istiqamətinə doğru. Artıq mən Hadrut fəaliyyətində iştirak edə bilmədim, çünki bölmə komandirim və mən orada yaralandıq. Həmin bu döyüşdə yaralandınız? Yox, ondan sonraki bizim növbəti həmləmiz oldu. Cavab həmləsi idi. Cəbrayıl rayonunun Daş Veysəlli kəndi var. Orada hətta tanklarını qoyub qaçmışdılar, onu da sizə qeyd edeyim. 3 tank idi, xatırlayıram. Biri vurulmuşdu, digər ikisi qoyub qaçmışdı. 2 tank orada hazır vəziyyətdə idi. Hətta biz ilkin olaraq düşündük ki, onlar düşmən hazır vəziyyətdədir, amma müəyyən kəşfiyyat fəaliyyətlərini analiz elədik ki, artıq onlar tərk edilir. Tanklar boşdur. Bəli. Və orada bir tank da qeyd edeyim ki, həmin tank Rusiyadakı yarışda yer tutan, qalib olan tanklardan biri idi. Yarışa qatılan tank idi. T-72B3. Bəli, bəli. O tank, onun nömrəsi də var, mən unutmuşam. O nömrəsindən mən xatırlamışdım. Və o tank da elə məhz orada qalmışdı. Onlar səhv eləmirəmsə bir dəfə tanklı biatlonda qalib gəlmişdilər. Bəli, həmin o T-72B3-ü bunlara hədiyyə vermişdilər. Bəli. Xatırlayıram o tank biatlonu. O tankı mən nömrəsi ilə xatırlayıram və həmin vaxt orada biz görəndə bir növ bəzi yoldaşlar bilmirdi. Biz dedik ki, bəs bu o tankdır da, yarışda iştirak etmişdi. Digər T-72-dən fərqlənir axı, ermənilərdə T-72A1-lərdir. Yaxşı qulluq olmuş. Bu B3-dür, B3 son öz sinfinin sonu sayılır. Onu qənimət kimi artıq biz əldə etdik, qoşunlarımıza təhvil verdik və ondan sonra eyni qaydada müəyyən istiqamətlər üzrə davam edildik. Onu da bir qənimət kimi ələ keçirdik. Bəli, bəli. Ümumiyyətlə, vurulduğunuz texnikalardan və yaxud da deyək ki, döyüşdə iştirak edərkən gördüyünüz həmin o düşmən texnikalarından sonra hər hansını bizim hərbi paradda və yaxud yəqin ki, Qənimətlər Parkında olmusunuz. Bəli. Hərbi Qənimətlər Parkında. Orada görmüsünüzmü? Bəli, bəzən rastlaşırıq. Təbii ki, o hər zaman sevindirici olmur. Düzdür, ümumilikdə qürur verici olsa da bəzən azıq xatirələr də var. Bəli, o an. Çünki həmin vaxtlar bizim çox yaxın yoldaşlarımız şəhid olmuşdu, yaralanmışdı və bu gün hələ də sağlamlığını itirən yoldaşlarımız var və onlar heç bir halda bərpa oluna bilinmir. Və onu da qeyd edeyim ki, biz onların qat-baqat qisasını döyüş meydanında alsaq da, amma onların yüzü bizim bir fərdimizə təbii ki, dəyişilməz, dəyməz və bu səbəblə hər zaman acı hiss olaraq daxilimizdə qalır. Amma təbii ki, yenə də qeyd edirəm, biz bütün şəhidlərimizin istər Vətən müharibəsi dönəmində, istər ondan əvvəlki dönəmlərdə bütün şəhidlərimizin qisasını qat-baqat almışıq. Yaralandığınız anı xatırlayırsınız? Necə oldu? Yaralandınız? Necə sizi təxliyə elədilər, apardılar? Yoxsa artıq huşunuzu itirmişdiniz? Yox, ondan əvvəl Cəbrayıl döyüşündə huşumu itirdiyim hal olmuşdu. Çünki artilleriya zərbələri baxımından mən orada qapalı kəlləbəyin travması almışdım və özümdən getmişdim. Yoldaşlarım məni ayıltdı və biz döyüşə yenə də davam edirdik. Amma Cəbrayıl rayonu Daş Veysəlli kəndi istiqamətinə gedən döyüşlərdə bizim bir yoldaşımız var, Nəvay Bayramov. O yaralanmışdı, döyüş meydanında açıq sahədə qalmışdı yaralı şəkildə və düşmən snayperi onu vururdu, amma bir növ qəsd şəkildə işgəncə verirdi, açıq sahədə idi və ona yaxınlaşmaq mümkün deyildi. Əzabla öldürməyə çalışırdı, belə deyək. Tam öldürücü zərbə vurmurdu. Yaralayırdı, daha sonra 3 yoxsa 4 yerindən, nahiyəsindən o yaralıdır. Hal-hazırda o da qazidir, mülki sahədə fəaliyyət göstərir. Mən onu çalışırdım o sahədən tez bir zamanda çıxarım, amma həmin yerdə bizim yetərli vasitələrimiz yox idi onu oradan çıxarmaq üçün. Və bizim digər bir qrupumuz düşmənin sağ istiqamətdən həmlə edərək düşmən postuna girməli idi. Biz orada düşmənlə görünən üz olaraq döyüşürdük, amma digər heyətimiz sağ istiqamətdən həmləyə keçmişdi gizli şəkildə. Və artıq mən gördüm ki, bizim qrupumuz tabur komandirinin rəhbərliyi altında xidmətdə olduğum üçün onun adını qeyd edə bilmirəm, amma kod adı Amadin idi. Artıq onlar daxil oldular düşmən səngərinə, artıq səngər döyüşü başladı və bizə qarşı atışlar
tam şəkildə durdu və artıq əmin oldum ki, o yoldaşı oradan xilas edə bilərəm və mən qaçaraq ona bizim yoldaşa yaxınlaşdım və onu çıxarmaq üçün, amma yaxınlaşmam arası 2-3 addım qalmış, mən özüm vuruldum. Təbii ki, həmin halda mən özümün vurulduğunu hiss etmədim. Düşündüm ki, bir daş falan dəyib mən hansısa yerimə və bir növ mən affet vəziyyətə düşdüm. Ayaq üstəyəm, amma hərəkət edə bilmirdim. Qıc olma var biraz. Yox, əslində siz eşidirəm, hər bir səsi eşidirəm, amma reaksiya verə bilmirsiniz, donub qalmısınız belə. Belə bir situasiyadır. Eşidirəm, digər yoldaşlar da mənə qışqırır ki, əyil, amma birisi də affet vəziyyəti beynin bu günə qədər rastlaşmadığı vəziyyətlə rastlaşırsa artıq qərar verə bilmir. Çünki hadisənin nə olduğunu analiz edə bilmir beyin. Onun üçün də bədənə komanda verə bilmir nə etməlisən deyə. Və mən həmin vaxtı yerə güllə dəydiyini gördüm və ikinci güllə dəyəndə artıq bunun tempindən istənilən xüsusiyyətli fərdi bunu anlaya bilir asanlıqla. Atış tempindən müəyyən etmək olur ki, bu hansı silahdan atəş açılır sizə qarşı. Və bu tempindən mən tam başa düşə bildim ki, bu snayperdir. Snayper işləyir orada. Bəli, snayper sistemi artıq səngərdən atəş açmırmış. Adətən müəyyən kitablar qeyd edir ki, snayper adətən əraziyə hakim yüksəklikdə yerləşir, ərazinin daha yaxşı müşahidə etməsi üçün. Amma düşmən snayperi tam əksinə olaraq tamam aşağı istiqamətdə, orada üzümlü bağ var. O bağın içində gizlənmişdi. Yəni o öz bölmələrinin bircə deyildi, kənardaydı. Alçaq hündürlükdə gizlənmişdi. Əslində hündürlük deyildi, tam üzüm bağın içindəydi. Müəyyən bir hissə var ki, oranı müşahidə edirdi. Tam bir nöqtəyə köklənmişdi. Bəli. Çünki bizim bölmələr oradan hücuma keçirdi deyə o hissəni nəzərdə götürmüşdü. Və mən həmin vaxt bunu başa düşəndən sonra yerə uzandım. Ərazidən manevriyə çıxdım özüm və mənə ilkin tibbi yardımı Vüqar Səfərov və Rüfət Abdullayev yoldaşımdır. Onlar mənə ilkin tibbi yardım göstərdilər və sarı qoyandan sonra mən yönləndirildim təxliyə üçün. Yəni məni onlar kömək edib çıxartmağa çalışırdı. Artıq mən özüm getməyə qərar verdim. Çünki zaten snayperin istədiyi odur ki, şəxsiyyətin sayını azaltsın, aktiv personal həm də xof yaratsın. Xüsusilə rütbəliləri mən bildiyim qədər vurmağa çalışırlar. Mən artıq oradan təxliyə üçün yaxın məntəqə vardı, oraya yönləndirildim. Özüm oradan çıxdım və döyüş davam edirdi təbii ki və nəticə uğurlu oldu və o snayperin də vurulduğunu sonradan mənə bildirdilər. Oradan bölmə komandirimlə birgə, bölmə komandirim daha ağır yaralanmışdı. Huşundan getmişdi artıq demək olar ki. Və biz təxliyə olunduq artıq ilkin təxliyə məntəqəsi və oradan ilkin tibbi yardım aidiyyət üzrə yönləndirildik. Mən siz danışdıqca həmin o döyüş mənzərəsini bir film kimi canlandırıram gözümün qarşısına və bayaqki sözünüzdə ilişib qaldım. Dediniz, Rusiyada qalib gələrkən tank biatlonunda gətirdikləri tankı T-72 B3-də orada sürürdülər, sonradan xatırladım. O hədiyyə kimi qoymuşdular T-90 tankını. Amma ona görə onun fərqini siz orada tam aşkar görmüsünüz. Onlara bir ədəd T-90 tankı var idi. Bəli, onlar hansı ki onu həmin vaxt qoyub qaçmışdılar. Qoyub qaçmışdılar. Mən qeyd etdim, bayaq öndə hücuma keçən tanklar vuruldu, amma arxadan mövqedən atəş açan tanklar da var idi. O kütlənin panika ilə geri çəkilməsi və açıq şəkildə qaçması mən düşünürəm ki, artıq onların qorxmasına səbəb olub. Mən özüm də tank sürülməsi təlimlərində iştirak etmişəm. Yəni bütün xüsusi qüvvələr fərdi bu kursları keçir. Digər texnikaların istifadə olunmasını, idarə olunmasını öyrənirlər və eyni zamanda zərərsizləşdirilməsini. Və tank əslində mən bəlkə o təlimi görməsəydim tam başa düşə bilməzdim. Tank orduda ona dəmir tabut deyirlər. Həqiqi mənada sizin rabitə əlaqəsi yoxdursa yan bölmələrlə, siz özünüzü orada tək hiss edirsiniz. Və bilirsiniz, səngərlərin bir yaranma tarixi var. Əslində bu tank mövzusu da eyni fəlsəfədir. Səhv etmirəmsə 2-ci Dünya müharibəsində müəyyən düşmən hücumları zamanı səhv etmirəmsə o generalın adı Suborovdur. O əsgərlərin ön xəttdən geri qaçdığını müşahidə edib və bunu müəyyən etməyə çalışıb ki, əsgərlər niyə qaçırlar. O vaxt səngərlər əsasən
fərdlər üçün hazırlanırdı. Yəni bir şəxs özü üçün səngər qazırdı və artıq görüb ki, siz səngərdə tək olursunuz. Yan bölmələri, yan fərdləri Görüb qaçırlar. görmədiyinizə görə siz qorxursunuz. Yəni nə mənada? Elə bilirsiniz siz tək qalmısınız. Bəli. Digər bölmələr gəlsə siz tək qalmısınız. Çiyin-çiyinə döyüşdüyünüz bir şəxs yoxdur. Bəli, onu hiss edirsiniz və ondan sonra mühəndis istehkam qoşunları tarixində bir yenilik baş verib ki, səngərlər arasında əlaqə yolları yaradılmalıdır. Səngərlərin müəyyən bir pilləsi var. İlkin olaraq siz uzanaraq diz üstə və ayaq üstə bəli, qazırsınız və sonra onların əlaqə yolları yaradaraq onları bir-birinə birləşdirirsiniz. Və burada siz digər yoldaşlarınızı da görürsünüz və artıq onları gördüksə də siz bir növ bir fərd olaraq siz narahat olmursunuz. Yəni tək olmadığınızı görə bilirsiniz. Tanklarda da bu şey var. Mən düşünürəm ki, onların bir-birinə rabitə əlaqəsi yaxşı olmadığı üçün düşünürlər ki, onlar tək qalıblar və onlar da texnikanı tərk ediblər. Və həmin vaxt çox sürətli baş verdiyinə görə düşünürəm hər halda texnikanı oradan çıxarmağa Şok effektinə, tankı hərəkətə gətirmək var, irəliləmək var. Onun da maksimal sürəti 70-75 kilometr və ərazi relyefi yəqin ki, çatdıra bilər. Bəli, həm də digər tankların yüksək dəqiq silahlarla vurulması bir onlarda panika artıq psixoloji olaraq bir baskı var idi. Təşəkkür edirəm Turqay bəy. Çox maraqlı məqamlara toxundunuz. Mən düşünürəm ki, bugünə qədər olan digər bizim mənsublarımız, yoldaşların müsahibələrində bir fərqli aspekt var idi. Biz də tamam maraqlı və daha fərqli bir məqamlara toxunduq. Minnətdaram sizə dəvətimizi qəbul edib gəldiyiniz üçün. Sizin qisminizdə bütün qazilərimiz, bütün veteranlarımız bizim başımızın tacıdır. Amma xüsusi təyinatlı qüvvələrin 44 günlük vətən müharibəsi olsun istərsə də ondan sonraki devirdə 19 sentyabr 2023-cü il tarixində həyata keçirilən antiterror tədbirlərində onların rolu, önəmi əvəzsizdir. Bəli, əziz izləyicilərimiz, xüsusi qonağımızla müsahibəmiz baş tutdu. Çox maraqlı məqamlara toxunduq və yadda saxlayaq ki, Azərbaycan ordusunun bütün qoşun növləri son illərdə ən yüksək keyfiyyətli silah, texnika və təchizatla təchiz olunub. Eyni zamanda Azərbaycan xüsusi təyinatlı bölmələri, istəyir xüsusi təyinatlı qüvvələr olsun, istəyir digər qoşun növləri, daxili qoşunlar və digər qoşun növləri ən yüksək elit mərtəbədə kimlər ki qərarlaşa bilər, o səviyyədə təlim-tədris prosesinə şahid olurlar, həyata keçirilir və məhz bu illərin əziyyətidir ki, necə deyərlər, təlimdə tər, döyüşdə zəfər anlayışı ilə bizim bölmələrimiz hər zaman çalışıblar və nəticə etibarı ilə də biz öz sözümüzü döyüş meydanında real, peşəkar döyüş fəaliyyəti ilə göstərdik, dedik. Hələlik.